Əhməd bəy. Sizin kağızınız Mirzə Səfərdədir, üzün köçürdür. Əyləş. Mirzə, mənim kağızımı yaz, aparım. Gözlə, bu saat yazarım. Əlimdə özgə iş var. Sən yəqin məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam. Gözlə. Bilirsən, mən Həsən ağanın qohumuyam. Doğrudan Həsən ağanın qohumusan? Doğrudan. Sən Allah, Həsən ağanın qohumusan. Vallahi Həsən ağanın qohumuyam. Sən Həzrət Abbas, Həsən ağanın qohumusan. Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. De gələn sən elə Həsən ağanın adamıyım. Sən öl Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Neynim? Həsən ağanın qohumusan. Gözlə vaxtında kağızını hazır olar apararsın. Aydındır, danışarıq. Mirzə Səfər. Bəli, cənab naçalnik. Mirzə Səfər. Bəli. Məyər sən yadından çıxartmırsan ki, Həsən ağa kimdir? Məyər sən bilmirsən ki, Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır? Məyər sən bilmirsən ki, Həsən ağa tək bizim yox, cəl mahalın atasıdır, ağsaqqalıdır? Yəni, siz də bilmirsiniz ki, Həsən ağa bizim himayədarımızdır? Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur. Həsən ağa bütün şəhəri dağıdar, yandırar. Ona gözün üstə qaşın var deyən tapılmaz. Həsən ağanın qardaşı oğlu bu dəftərxanadan növbə gözləməməlidir. Həsən ağanın qardaşı oğlu bu dəftərxanadan növbə gözləməməlidir. Gözləməməlidir. Mirzə Səfər, papağını götür, ged buradan. Cənab naçalnik, yəqin elə ki, mən buradan gedəsi olduqda, papağı burada qoymayacağım. Padişahdan alıb yediyin məvacib iki gözünün deşiyindən gəlsin, Mirzə Səfər.